Uşaqlar, yemək yemədiyimi düşünmüşsünüz bu beni üzər. Mən yenə bildiyiniz kimi Papadias. İstəyirəm yemək yeyə sizinlə hal-hazırda ölkənin ən qlobal problemlərindən biri haqqında danışaq, buraxılış imtahanı. Uşaqlar, motivasiyadan düşməyin, irəlidə qəbul imtahanı var. Qəbul imtahanına maksimum hazırlaşmaq lazımdır. Mən keçən dəfə bir video paylaşmışdım. Rəylərdə bəzi şagirdlər yazmışlar ki, imtahan çox asan idi, yazmaq olardı. Suallar çox çətin deyildi, sadəcə vaxt aparan suallar idi. Ətraflı yazı tələb edən suallar. Yazmaq asandır, amma evdə oturub yazmaq asandır. İmtahan stresi, imtahanda vaxtı düzgün bölmək, imtahan otağında yazmaq daha çətindir təbii ki. Artıq imtahan oldu, bitdi. Bunun üçün üzülməyə dəyməz. Motivasiyadan düşməyin uşaqlar. Buraxılış imtahanı geridə qaldı. Artıq qəbul imtahanına hazırlaşmaq lazımdır. Bizim 16 mart tarixindən etibarən tam sıfırdan qrupumuz başlayır. Çətin tipli, sırf qəbul tipli suallar üzərində işləyərək proqramı qısa müddət ərzində bitirəcəyik. Əgər siz də qısa müddət ərzində nəticə əldə etmək istərsiniz, qrup dərslərimə yazıla bilərsiniz. Ətraflı məlumat və qeydiyyat üçün mesaj bölməsinə ad, soyad, oxuduğunuz sinfi qeyd edin. Məncə haqqında danışmağımıza ehtiyac yoxdur. Mənim Papadias sevgimi bilirsiniz.